Epstein işində qlobal elitanın əməlləri ilə bağlı ortaya çıxan faktlar dəhşətli olduğu qədər, sənədlərin tirajlanmasında əsas hədəf nədir sualı da maraqlıdır. Çünki məsələ A, B, Ş demokratiyasının şəffaflıq prinsiplərinə əməl etməsindən ibarət deyil. Əks təqdirdə, sənədlər uzun müddət rəfdə saxlanılmaz, açılmasına qarşı müqavimət olmazdı. Bir neçə məqam səbəblər haqda müəyyən təxminlərin formalaşmasına imkan yaradır. Epstein sənədlərinin yayılması A, B, Ş-ın daxili siyasi intriqalarının nəticəsidir. İlk baxışdan belə görünür. Çünki Trumpın seçki kampaniyasında sənədlərin açılması vədinə əməl etməməsi ona qarşı həm adadakı məclislərdə iştirak ittihamlarını genişləndirmiş, həm də respublikaçılar arasında inamsızlıq yaratmışdı. Və Epstein şəffaflıq aktını imzalamasını Trumpın ittihamlardan yayınmaq, diqqəti demokratların da üzərinə yönəltmək, eyni zamanda respublikaçıların narazılığını aradan qaldırmaq gedişi kimi qiymətləndirmək olar. Lakin sənədlərdə adı keçən Trumpın bununla xilas olmaması, hətta bumerang effekti yaratması riskləri fonunda onun şəffaflıq qərarının tək başına ittiham altında qalmamağa hesablandığı görünür. Bu baxımdan A, B, Ş elitasındakı qarşıdurma sənədlərin yayılmasının səbəbindən daha çox prosesin məntiqi nəticəsi kimi görünür. Jeffrey Epstein'in arxasında hansı qüvvə var? Təşkil olunan əyləncə məclislərinin faktlaşdırılması Epstein'in biznes maraqları üçün topladığı şantaj materialları kimi görünür. Lakin bir şəxsin milyarder olsa da, Amerika elitasına qarşı belə bir əməliyyatı tək başına edə bilməyəcəyi, arxasında müəyyən gücün olduğu aydındır. İzin hara apardığı müəmmalıdır. Əsas versiyalardan biri kimi isə Mossadın adı hallanır. Onun Mossadla əlaqələrinə dair yayılan məlumatlar da bu kontekstdə diqqət çəkir. Birinci, Epstein'in sevgilisi və ortağı Ghislaine Maxwell, İngiltərəli iş adamı, Yahudi əsilli Robert Maxwell'in qızıdır. 1991-ci ildə müəmmalı şəkildə ölən Robert, Mossadın əsas adamlarından biri kimi tanınır. Times of Israel nəşri onun Yerusəlimdə Zeytun budağı məzarlığında keçirilən dəfn mərasiminə İsrailin o vaxtki baş naziri və Mossad rəhbərliyinin qatıldığını yazırdı. Epstein'in Robert Maxwell'lə münasibətləri vardı. Onun qızı ilə yaxınlığı da buradan qaynaqlanır. Əsas məqamlardan biri Maxwell'in Rusiya kəşfiyyatı ilə əlaqələridir. Məlumatlara görə Epstein'in Rusiya kəşfiyyatı ilə təmasları da onun vasitəsilə qurulub. İkinci, ortağı Steven Hoffenberg'in 2022-ci ildə ölümündən öncə Epstein'in Mossadla əlaqələrini ona etiraf etdiyini iddia edirdi. Üçüncü, Epstein'in qurbanlarından olan Maria Farmer də onun İsrail ilə əlaqələri haqda iddialar irəli sürüb. Dördüncü, adı sənədlərdə hallanan Amerikalı milyarder, Yahudi əsilli Les Wexner'in Epstein'ə kameralarla təchiz olunmuş 77 milyonluq malikanə hədiyyə etdiyi deyilir. Epstein'in biznes karyerasının başlanmasında da Wexner'in xüsusi rol oynadığı haqda məlumatlar var. Beşinci, Epstein'in hesabına Mossad tərəfindən casusluq əməliyyatı üçün vəsaitin köçürülməsi haqda araşdırmalar aparılıb. Məlumatlar Epstein'in Mossad üçün qlobal şantaj işini həyata keçirdiyi fikrini ön plana çıxarır. Onun karyera yüksəlişi, siyasi və biznes elitası ilə sıx əlaqələr qura bilməsi, elektron yazışmaları və əyləncə məclislərini faktlaşdırması da bu kontekstdə diqqət çəkəndir. Ehtimal olsa da, Epstein'in Mossad üçün işlədiyi fikri fonunda sənədlərin yayılmasının iki mümkün hədəfi ola bilər. Birincisi, mövcud vəziyyətdə Amerika Birləşmiş Ştatlarının siyasətini dizayn etməkdir. İstisna deyil ki, Vaşinqtonu İran məsələsində İsrailin planına uyğun addımlar atmasına yönəltmək məqsədi var. İranın gələcəyi ilə bağlı Amerika Birləşmiş Ştatları və İsrail arasında müəyyən fikir ayrılığının olması fonunda bu ehtimal diqqət çəkir. İkincisi, qlobal elitanın şantaj edilməsidir. Sənədlərdə təkcə Amerikalı yox, qlobal elitanın da adı hallanır və bir çox sənədin tam açıqlanmaması, yaxud bulurlanması, siyasi liderlərə, təlimatlara əməl edilməsi, mesajının çatdırılmasına hesablanmış ola bilər. Bu, qlobal siyasətin məqsədyönlü şəkildə idarə edilməsi, Amerika Birləşmiş Ştatları və Avropanın siyasi biznes elitasının nəzarətdən kənara çıxmaması planının tərkib hissəsi kimi görünür. Amerika Birləşmiş Ştatları siyasətində və qlobal müstəvidə hadisələrin inkişafı Epstein işinin hədəflərini daha aydın göstərəcək. Siyasi şərhçi Asif Nərimanlı. Dəyərli izləyicilər, ölkə və dünya gündəmi ilə bağlı xəbərlər təqdim etməyə davam edəcəyik. Öz fikirlərinizi şərh bölümündə qeyd etməyi unutmayın. Sağlıqla qalın.